Bir gecənin içində minlərlə insan yoxa çıxdı. Onların tək günahı Azərbaycanlı olmaları idi. Evindən çıxarılan uşaqlar, od vurulan məhəllələr və tarixdən silinmək istənilən bir xalq. Bu sadəcə faciə deyil. Bu planlaşdırılmış bir soyqırım idi. Bu dəhşətli günlərdə əslində nələr yaşandı? 1918-ci ilin mart ayı. Bakı və ətraf bölgələrdə vəziyyət artıq gərgin idi. Bir tərəfdə bolşevik qüvvələri, digər tərəfdə isə daşnaq silahlı dəstələri. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnaq bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə tək Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir. 1918-ci il martın 31-dən aprelin 3-ədək Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrdə Azərbaycanlılara qarşı törətdiyi soyqırım, Böyük Ermənistan xülyası, etnik təmizləmə siyasəti və Azərbaycanın müstəqillik arzularını boğmaq məqsədi ilə baş vermişdir. Daşnaqlar Azərbaycan torpaqları hesabına Böyük Ermənistan yaratmaq məqsədi ilə bölgədəki müsəlman əhalini məhv etməyi və köçürməyi planlaşdırırdılar. Stepan Şamyanın rəhbərlik etdiyi Bakı Soveti, bolşevik ideologiyası adı altında erməni daşnaq dəstələrinə arxalanaraq yerli əhalini fiziki məhvə məruz qoydu. Məqsəd yalnız fiziki qırğın deyil, həm də Azərbaycan xalqının milli təsisatlarını, mədəniyyətini və ziyalılarını sıradan çıxarmaq idi. Stepan Şamyan 1918-ci il martın 15-də çıxış edərkən Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə çevrilməlidir demişdir. 1918-ci ilin martında Bakıda hakimiyyəti ələ keçirən bolşevik daşnaq qüvvələri Azərbaycanda yaranmaqda olan müstəqillik meyllərini qorxu və qanla boğmağa çalışırdılar. Əyalətlərdə tam üstünlük Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə Müsəlman Milli Şurasının siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. 1918-ci ilin yanvar ayında Müsəlman Korpusunun komandiri general Əsəd bəy Talşinskinin Bakıda həbsi şəhərin türk-müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. General-mayor Talşinski Rus-Yapon müharibəsində Port Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şamyanın göstərişi ilə müsəlman diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi xalqın qəzəbinə səbəb oldu. Növbəti təxribat Evelina gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərki silah edilməsi hadisəsi oldu. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər Evelina gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, SR və Menşevik partiyaları arasında belə bir şayə yaydılar ki, güya Evelin ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı Rus Malakan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-Azərbaycanlı siyasi və hərbi qüvvələr Evelina gəmisinin tərki silah edilməsinə tərəfdar oldular. Evelinanın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərki silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib alınmış silahları Hümmət Müsəlman Bolşevik Komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində Stepan Şamyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində Məmməd Əmin Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik daşnaq koalisiyası
sözünə əməl etmədi. Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnaq dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik daşnaq dəstələri Azərbaycanlılar yaşayan Kərpiçxana, Məmmədli və digər Azərbaycan məhəllələrinə hücum etdilər. Stepan Şamyanın xahişi və Leylinin xüsusi göstərişi ilə Sarıçından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin Azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaqlar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Rəsmi məlumatlara görə mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən Azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3000 nəfəri azərbaycanlı köçü puskuya salınaraq son nəfərinədək qətlə yetirilmişdir. 1918-ci il mart ayının sonu, aprelin əvvəllərində törədilən soyqırım nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırım haqlarına siyasi hüquqi qiymət verilmiş və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. 2013-cü ildə Prezident İlham Əliyevin qərarı ilə soyqırımda öldürülənlərin xatirəsinə Quba soyqırımı memorial kompleksi yaradılmışdır. Bu hadisələr sadəcə keçmişdə qalmış qanlı səhifə deyil. Bu, planlı şəkildə silinmək istənilən bir xalqın yaddaşıdır. O gecə yandırılan evlər, qətlə yetirilən uşaqlar, səssizcə torpağa bastırılan minlərlə insan. Onlar sadəcə statistika deyil, onlar adı tarixə yazılmamış həyat hekayələridir. Bugün biz yaşayırıqsa, danışırıqsa və bu həqiqətləri deyə biliriksə, bu susturula bilməyən, mübariz bir xalq olduğumuz üçündür.